Herkese selam. Yeni vloguma hoş geldiniz. Bugün vlogum Doruşum hakkındadır. Bilirsiniz Doruşun 12 günü idi. İtmişdi, yox idi evdə. 12 gündə nələr yaşadığını sizə çəkib paylaşmaq istədim. Doruşumun hər yerində, yəni dişlərin arasında yaralar gördüm, yoxladım. Quyruğun altında da yara var idi. Bir də bu boyun hissəsində diş izi idimi bilmirəm. Dırnaq izi idimi, belə qopmuşdu tükü. Ben de betadin vurdum. İstedim ki mikrop keçməsin. Hem de qulağında bilmirəm buradan görünürmü kızartı var. Bir de dişlərində kızartı, bir de qaralma var idi. Onu da müalicəsini indi çəkməmişəm. Boyunluğu da xarab olmuşdu. Artıq onu da dəyişmək vaxtı idi. Açdım. Yenisini alana qədər açıq qalsın. Belə dostlar, yəni sizin də pişiyiniz evdən qaçanda hər tərəfini, hər bədənin hər yerini yoxlayın. Ya da ki pişiyinizi evləndirin, yoxsa belə qaçıb gedirlər, başlarına da belə hadisələr gəlir. Bundan da betər hadisələr gələ bilərdi. Amma Doruşum yaxşı qurtardı, yəni çox da yaralanmamışdı. Amma yenə də çox tükənmiş vəziyyətdə gəlmişdi. Çox şükür ki, çox da yaraları yox idi. Burada da bir səs eşitdim. Pəncərədən Simboşumun səsi gəlir. Deyirsiniz ki, Simbanı heç çəkmirsən. Simboşumun çəkməməyin səbəbi, yəni o yeyir, beləcə onu atlı ilə yedizdirirəm. Yeyəndən sonra da qapının ağzında durur ki, aç qapını, mən gedim. O təkliyi xoşlayır, yəni o biri pişiklərlə bir yerdə yeməyi heç sevmir. Yalnız deyir ki, elə mən tək olum. Təkliyi sevir, ancaq mən bunu tək yedizdirirəm. Salıram evin içində, doyuzdururam, ondan sonra çıxır gedir. Amma belə həmişəlik getmir. Gedib gəlir, istədiyi vaxtı gəlir, yatır, gedir, oynayır. Arada Doruşla oynayır, sonra da çıxır gedir. Burada doyunca yesin deyə salafan qabağına koydum. Belə dostlar, Simba sevənlər, Doruş sevənlər, siz də videolarımı bəyənməyi unutmayın. Vloglarımın baxışı həm azalıb, həm də ki bəyənilər baxış qədər olmur. Videolar baxışı qədər də bəyəni olsa daha irəli olar videolar. Mən də həvəslə çəkərəm. Belə baxıb həvəsdən düşürəm, videoların baxışı da az olur, bəyənisi də az olur, şərhlər də az olur. Sizdən xahişim bir dənə ürəyib bəyənmək, bir də şərh yazmaq, bir də yeni qabağınıza çıxmışamsa abunə olmağı unutmayın. Mən də həvəslə videolar çəkim, sizin üçün faydalı ola biləcək videoları çəkməyə çalışım. Mən pişiklərimlə baxdım, çox olur, amma hər dəqiqə çəkə bilmirəm. Onlarla balaca pişiklərim də var. Bilirsiniz, 3 dənə bala pişiyim də var. Onlara da vaxt ayırıram. Çalışan qədər çəkməyə çalışıram. Amma siz də bəyənsəz videolarıma, axıra kimi baxsız, çox sevinərəm. Həm də dəstək olmuş olarsınız. Mən də daha həvəslə çəkərəm. Bugünlük bizdən bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.